Salam, hər vaxtınız xeyir əziz dördüncülər, valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah 4-cü siniflərlə bağlı olacaq. 4-cü sinif monitoring imtahanlarına hazırlaşmaq üçün nəşr olunan bu vəsaitdən olacaq. 2 mətnlə sizi tanış edəcəm. Nəşriyyatımız Zambaq nəşrləridir. İlk mövzumuz, daha doğrusu ilk mətnimiz Vətən müharibəsi olacaq. İstəsəniz videonu dayandırıb özünüz oxuya bilərsiniz. İstəsəniz mən oxuyub birlikdə təhlil edərik. İndi isə gəlin vaxt itirmədən başlayaq mətnimizə. Mən Vətən müharibəsi başlayanda döyüşlərə könüllü yazılmışdım. İlk günlər vəziyyət çox çətin idi. Nicatı da elə orada görmüşdüm. Yoldaşlarımızla söhbət etməyə çox vaxtımız olmurdu. Amma elə doğmalaşmışdıq ki, Nicatla bir-iki kəlmə söhbət edə bilmişdik. Ona hətta övladlarımın şəklini də göstərmişdim. Çox cəsur oğlan idi. Mən döyüşçülərimizin qorxmazlığına, qəhrəmanlığına heyran qalırdım. Ölümün gözünə dik baxan, ancaq irəli getmək haqqında düşünən bu igidlər mənim gücümə güc qatırdılar. Biz istehkamları yara-yara irəli gedirdik. Nicatı son dəfə orada gördüm və bir daha həyatım boyu heç unutmadım. Düşmən bizim bölmənin yerini bildiyi üçün atəşə tutmağa başladı. Nicat bütün yoldaşlarını oradan uzaqlaşdırmaq üçün qısa müddət ərzində plan qurdu. Tam başqa mövqedən düşmən istiqamətində atəş açmağa başladı. Düşmən bu dəfə həmin yeri hədəf alanda biz olduğumuz yerdən uzaqlaşmağa başladıq. Mən yaralanmışdım. Qaçmağa taqətim yox idi. Güclə özümə gəlib başımı qaldıranda tək qaldığımı anladım. Bir də ayılanda Nicatın çiynində olduğumu gördüm. Məni müalicə üçün geri göndərmişdilər. Sağalan kimi geri, yoldaşlarımın yanına qayıtdım. Öyrəndim ki, həmin döyüşdə Nicat şəhid olub. Məni isə heç vaxt unutmayacağım bir xatirə qoyub. Özünü güllələrin qabağına atıb. Onun övladı var, təhlükədə qoya bilmərəm, deyərək məni xilas edib. Uşaqlar, indi gəlin sizlərlə birlikdə mətni təhlil eləyək, yəni suallarına cavab verək. Birinci tapşırıqda deyir, mətn kimin dilindən nəql edilir? Təbii ki də Nicatın xilas etdiyi yoldaşının, yəni döyüş yoldaşının dilindən nəql edilir. Yəni B variantı. İkinci tapşırıqda deyir ki, Nicatla bağlı xatirə nədən ibarət idi? Düşməni azdırmasından, öz yoldaşları ilə söhbət etməsindən, yaralı yoldaşını təhlükədən qurtarmasından, istehkamları yarmasından. Nicatla bağlı xatirə nə idi? Təbii ki də burada olacaq yaralı yoldaşını təhlükədən qurtarmasından C variantı. Verilmiş xüsusiyyətlərdən biri Nicata aid deyil. Fədakardır, düzdür, vətənpərvərdir, cəsurdur, amma xudbin deyil. Cavab D variantı olacaq. Mətndə hansı epizoda rast gəlinir? Gəlinmir daha doğrusu. Nicatın şəhid olması var. Düşmənin Nicatı və yoldaşlarına atəşə tutması bu da var. Qəhrəmanın döyüşlərə könüllü yazılması bu da var. Nicatın cəbhəyə gəlişi bu yoxdur. Yəni cavab D variantı olmuş olacaq. Ölümün gözünə dik baxan dedikdə nə nəzərdə tutulur? Ölümün uşaqlar gözünə dik baxan, yəni döyüşçünün ölümdən qorxmamasından belə deyək də nəzərdə tutulur. Ona görə də elə A variantı düzgün variantdır. 6-cı tapşırıqda deyir ki, özümə gəlib frazoloji birləşməsinin mənasına uyğun söz hansı cümlədədir? Nə deməkdir bu? Baxırıq. Yuxudan ayılan uşaq anasını çağırdı. Xeyr. Huşunu itirib yerə yıxılan Tural ayılanda harada olduğunu xatırlamadı. Yəni huşunu itirib yerə yıxılan Tural ayılanda, yəni özünə gələndə harada olduğunu xatırlamadı. Cavab B variantı olmuş olacaq. Əlincə qalası informativ mətnə baxaq. Əlincə qalası Naxçıvanda, Əlincə dağının zirvəsində yerləşir. Bura ən qədim insanların yaşayış məskəni olmuşdur. Əlincə qalası Naxçıvan torpağının memarlıq baxımından ən maraqlı dağ qalalarından biri sayılır. Bu qalanın hündürlüyü 2000 metr, çıxılması çətin olan sıldırım qayalıqlarla əhatə olunmuşdur. Bu qalaya qayaların arasından 3 yandan dar, keçi cığırı ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər, hücum mövqeləri quraşdırılmışdır. Əlincə qalasının adı və tikilmə tarixi dəqiq məlum deyil. Xalq deyiminə görə
Dağın adı Əlini çək kimi də işlənmişdir. Başqa bir rəvayətdə isə Əlincə qalasının adının Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı olduğu deyilir. Əlincə qalası tarixdə Azərbaycan xalqının əyilməzlik rəmzi kimi təqdim olunur. Qala olduqca əzəmətli görünüşə sahib olmuşdur. Qalanın divarlarının möhkəm və sarsılmaz olduğu söylənilmişdir. Qala qədim zamanlarda 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Tarixçilərin verdikləri məlumata görə Atabəylər dövlətinin dövründə Əlincə qalası hökmdar ailəsinin sığıncağına çevrilmişdir. Naxçıvanın hakimi Zahidə xatunun iqamətgahı da bu qalada yerləşirdi. Uşaqlar, indi gəlin tapşırıqları birlikdə işləyək. 7-ci tapşırıqda deyir: mətnə əsasən hansı sualın cavabını müəyyənləşdirmək olar? Cavabı yəni var, müəyyənləşdirmək olur. Əlincə qalası harda yerləşir? Bəli. Təbii ki, elə A variantı doğru cavabdır. Çünki Əlincə qalası Naxçıvanda yerləşir. Daha sonra 8-ci tapşırıqda bizə deyir ki, mətnin giriş hissəsi nədən bəhs edir? Əlincə qalasının tarixindən, xeyr. Əlincə qalasının tapılan əşyalardan, bu da deyil məncə. Əlincə qalasına olunan hücumlardan, bu da sonradan belə deyək, yazılmış bir cümlələrdir. Əlincə qalasının yerləşmə mövqeyindən, bəli, elə Naxçıvanda harda yerləşməyindən söhbət gedir giriş hissədə. Ona görə də D variantı doğru cavabımızdır. Biri faktdır, yəni həqiqətən mətndə olan məlumatlardan biridir. Baxırıq, Əlincə qalasının hündürlüyü 2000 metrdir. Bəli, elə. Baxın, B variantından məncə, yəni kiminsə fikrincə, Əlincə qalası bizim diqqətimizi çəkdi. Ola bilər ki, mənim diqqətimi çəksin uşaqlar, sizin yox. Bu da yəni sadəcə bir belə deyim, fərziyyədir, fikirdir. Biz öz tarixi abidələrimizi çox sevirik. Ola bilər indi kimsə sevməsin, kimsə sevsin. Ona görə bu da fakt deyil. Fakt olan Əlincə qalasının hündürlüyü 2000 metrdir. Yəni A variantı doğru fikirdir. Baxırıq 11-ə. Daha doğrusu ona. Biri mətnin yarımbaşlığı ola bilməz. Yarımbaşlığı ola bilməz nə deyəndə ki, Əlincə qalası haqqında rəvayət ola bilər. Əlincə qalasının qalxmağın yolları bu da var idi. Yəni ola bilər yarımbaşlıq. Əlincə qalasının görünüşü haqqında da var. Bu da ola bilər. Əlincə qalasının memarı kimdir? Bu haqqda yoxdur. Ona görə də D variantı ola bilməz. 11-ci tapşırıqda bizə deyir ki, mətndə fərqləndirilmiş sözün yaxın mənalı qarşılığı hansıdır? Fərqləndirilmiş sözə baxaq ilk öncə. Əzəmətli. Əzəmətli sözün belə deyək də yaxın mənalı qarşılığını istəyir. Ona görə də dəbdəbəli. Varlı, gözəl, kiçik yox, dəbdəbəli. Yəni A variantı düzgün variantdır. Mətnə əsasən Əlincə qalası haqqında düzgün fikir müəyyənləşdirin. Qalaya cığırlarla qalxmaq mümkündür. Elə A variantı düzgündür. Digərlərinə baxaq. Bir neçə il öncə tikilmişdir. Düzənlik ərazidə yerləşir. Qalanın divarları möhkəm deyildi. Bunlar hamısı səhvdir. Bir dənə A variantı düzgün müəyyən olunub. Yəni A variantı həqiqətən də cığırlarla qalxmaq mümkündür. Mətndə var idi bu haqda. Uşaqlar, mətn haqqında, yəni bu iki mətn haqqında bugünlük video izahımız bu qədər. Gələn izahlarımızda riyaziyyatla bağlı, monitoring riyaziyyatı ilə bağlı, sınaqları ilə bağlı video izahlar kanalda olacaq. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.